Salam dostlar, hər vaxtınız xeyir. Bugün sizinlə JavaScript-də ən çox soruşulan 17 kodinq suallarını incələyəcəyik. Bu sualların içərisində elələri var ki, xarici şirkətlər tərəfindən daha çox soruşulur, elələri var, yerli şirkətlər özləri də soruşur. Suallar qarışır. Nəticə etibarilə bunlar çox soruşulan suallardır və mənim özümə də bu suallar dəfələrlə verilib. Ona görə bu sualları bir yerə cəmləmək istədim və onların izahlarını sizə təqdim etmək istəyirəm. Suallar daha çox event loop, set timeout, promise, event loop'da olan execution orderlər haqqında, daha sonra bəzi alqoritm məsələlər olacaq, this keyword haqqında, hoisting, var, let, constant, execution kontekstlər və s. Bu mövzular həqiqətən JavaScript-də dərindən başa düşülməli mövzulardır. Və bu mövzular haqqında olan suallar da demək olar ki, bir çoxu artıq şablon halına gəlib. Yəni bir neçəsinin həllini bilsə, digərlərini də eyni patternlə həll eləmək olur intervyuda. Biraz məntiqlə düşünəndə həllini tapmaq olur. Suallara keçməmişdən əvvəl onu bildirim ki, bunlar indiyə qədər izah elədiyim videolardan qısa-qısa kəsimlərdir və bu suallarla bağlı kiminsə hər hansısa bir sual yaranarsa, hər hansısa bir izahda aydın olmayan bir şey varsa, videonun komment hissəsində yaza bilər və yaxud Telegram qrupumuzda sualını açıq şəkildə verə bilər. Çalışacağım əlimdən gələn qədər cavablandırım. Sinxron kodumuz olsaydı, birinci sinxron kod işə düşəcəkdi. Sinxron yoxdur burada. Ancaq asinxron kodlardır hamısı. Bu asinxron kodların da öz ayarlarında dedik ki, birinci mikrotask queue'da olanlar işə düşür, daha sonra makrotask queue'da. Bu da onun GIF variantıdır. Göstərir ki, birinci mikrotask queue'da hər şey tam bitəndən sonra keçir makrotask queue'ya. Deməli, belə bir kod istəcəyimiz var. Biz nə dedik? Birinci həmişə sinxron kod işə düşür. Birmənalı şəkildə. Sinxron kod burada nədir? Konsollog 1-dir, bir də konsollog 7-dir. Düzdürmü? 1 ilə 7. 1 ilə 7-dən sonra nələr var? Promise var, bir də set timeout var da. Set timeout harda saxlanılır? Makrotaskda. Promise harda saxlanılır? Mikrotaskda. Birinci hansı işə düşürdü? Mikrotask. Demək ki, onda birinci promislərimiz icra olunacaq. Birinci olacaq 3. İkinci promis işə düşdü, amma konsola heç nə vermədi. Tamam. Getdi set timeout-u çağırdı. Yəni elə bil ki, mikrotask queue'də idi. Mikrotask queue'də vaxtı gələndə getdi set timeout-u çağırdı. Set timeout da getdi düşdü makrotask queue'ya. Yəni bu hələ gözləmədədir. Mikrotask queue'da olduğuna görə 5 də başlayır icra olunmağa. 5 də icra olunandan sonra mikrotask queue'da işimiz bitdi. Gəlir indi makrotask queue'ya. Makrotask queue'da acılıq necə idi? Birinci bu set timeout var idi. Sonra bu set timeout var idi. Və daha sonra da bu gəldi əlavə olundu onların arxasına. Yəni acılıq necə idi? Birinci bu set timeout, ikinci bu, üçüncü bu. Queue'lər də FIFO məntiqi ilə işlədiyinə görə birinci girən birinci çıxır daxı. Birinci bu girir, birinci bu çıxacaq. Daha sonra da 6 girdi. Ən axırda 4 çıxacaq. Sinxron koddan sonra mikrotask işə düşür. Mikrotaskda 3 dənə promise var. Promislər də ardıcıllıqla 3 icra olundu. 4 icra oluna bilmədi. Niyə? Çünki 4-ün içərisində bir dənə də set timeout var. Getdi set timeout əlavə elədi makrotask queue'ya. 2 ilə 6-nın arxasına. Daha sonra gəldi 5-i icra elədi. Mikrotaskda bütün işlər bitdi. Makrotaskda da birinci bu idi, sonra bu idi, ən axırda da bunu əlavə eləmişdik. Ona görə 2, 6, 4 eyni ardıcıllıqla çıxdı. Bu intervyu sualında varla deklar olunan bir dənə i dəyişəni var. I 0-dan 3-ə qədər artır. Yəni 0, 1, 2. 3-ə heç vaxt çatmır. 0, 1, 2 ilə qurtarmalıdır da məntiqlə. Set timeout'un içərisində də konsolluğa i-ni vermişik. Hər 100 milisaniyədən 1. Birinci sual budur ki, bunun cavabı nə çıxacaq? 3 dənə 3 çıxır. Qeyri-adi bir behaviordur. Çünki normalda gözləntimiz o idi ki, 0, 1 və 2 çıxsın. 3 dənə 3 çıxır və bunun səbəbini soruşur ki, bu niyə belədir? Gəlin indi nə baş verdiyini başa düşməyə çalışaq. Birinci stepdə bu formada düşünə bilərik ki, deməli, event loop'un necə işlədiyi yəqin ki, çoxumuz bilirik. Bilməyənlər də videonun linkini aşağı qoyacağım, baxa bilərlər çəkdiyim videoya. Ümumi olaraq nə baş verir? Birinci həmişə sinxron kodumuz işləyir və asinxron kodumuz yazılır callback queue'ya, makrotask queue'ya və sinxron kod bitəndən sonra işə düşür orada yazılanlar. Kodumuz icra olunanda set timeoutlar hamısı gedir yazılır makrotask queue'ya. İcra olunmur. Sadəcə yazılır qalır orada. Formumuz tam işin bitirəndən sonra set timeoutlar makrotask queue'dən
Event loop tərəfindən götürülür makrotaskürdən, gətirir əlavə olunur call stack-ə. Və sinxron kod bitəndən sonra call stack başlayır set timeoutları işə salmağa. İkinci stepdə nə edirik? İkinci stepdə də başa düşməliyik ki, bizim i dəyişənimiz var keyword ilə deklar olunduğuna görə, forumuz da qlobalda olduğuna görə, həmin bu var i hissəsi qalxır faylın ilk sətrinə. Üçüncü stepə gəlirəm. Var qalxdı ilk sətrə, daha sonra for loopumuz işini bitirdi. Forun birinci iterasiyasında i-nin qiyməti nə idi? Ən başda undefined idi, o heç. Daha sonra i-nin qiyməti oldu 0 birinci dəfə. Və 0 3-dən kiçikdir. Dövrümüz icra olundu. I-nin qiyməti bir dənə də artdı. I-nin qiyməti oldu 1. Sonra eyni qaydada yenə 3-dən kiçikdir 1. Yenə icra olundu. I-nin qiyməti bir dənə də artdı. Oldu 2. 2 də 3-dən kiçikdir. Yenə i-nin qiyməti bir dəfə də artdı. I-nin qiyməti oldu 3. Amma şərt ödənmədiyinə görə, 3 3-dən kiçik olmadığına görə forun içinə girmədi. Amma forun içinə girməsə belə yenə də i-nin qiyməti artıb axı. I-nin qiyməti artıq 3-dür. I-nin qiyməti undefined idi. For-dan sonra i-nin qiyməti oldu 3. Və mən də set timeout-u run edən vaxtı baxıram ki, i-nin son qiyməti 3 idi. Gətirirəm o 3-ü qoyuram bura. Və ona görə set timeout 3 dəfə icra olunanda hər üçündə qiyməti 3 çıxır. Bu məsələni başa düşmək üçün biz başa düşməliyik ki, hosting nədir ümumiyyətlə? Scope variable nədir? Varla elan edəndə qlobalda nə baş verir və s. Niyə 3 dənə çıxdığını başa düşdük. İndi gəlin, baxaq görək bunu necə həll edə bilərik. Ən sadə variantı odur ki, varı let-lə əvəz edirsiniz. Məsələ həll olur. Bu ən sadə variantıdır. İkinci yol nədir? İkinci yolda bunu immediately invoked function-la yaza bilərik. Eyni ifadəni kopyalayıram. Yapışdırıram onun altına. Set timeout-u Ctrl X edirəm. Və burada bir dənə immediately invoked functions yazıram. Bu formada yazılışı belə olur. Və eyni bura dependency kimi ötürürəm. Daha sonra bunun içərisində bir dənə function yazıram. Arrow function. Həmin arrow function içərisində bu set timeout-u verirəm. Fikir verirsə artıq eyni çapa vermirəm. J-ni çapa verirəm. Və eyni də dependency kimi ötürürəm bura. Bu da eyni formada məsələni həll edir. Bu da bir başqa yoldur. Bu yolu çox soruşmazlar, amma yenə də biraz advanced kimi görsənir. Amma bu da məsələni həll edir. Demək, bir promisimiz var. 2-ni resolve edir. Yəni, resolve-a nə yazırıqsa, o, then blokunun içərisinə parametr kimi gəlir. Argument kimi gəlir. Yəni, buradakı respons oldu 2. 2-ni vurduq 2-yə. Return edədik deyə növbəti then blokunun içərisinə gəldi həmin qiymət. Əks halda bu olacaqdı undefined. Return elədik deyə. Return elədiyimiz qiymət gəlir bura, olur 4. 4-ü də vururam 2-yə, olur 8. 8-i də return edirəm. 8-i final blokunun içərisində argument olaraq götürməyə çalışıram. İndi sual çıxır. Mən burada bu final blokunu işə salsam, nə icra olunacaq? Cavab nə olacaq? Cavab burada olacaq undefined. Niyə? Çünki final blokunun içərisinə heç bir parametr göndərə bilmərik və final blokundan heç nə return edə bilmərik. Yəni, bu blokun içərisində mən nəyisə ekrana verməyə çalışsam, bu responsu çıxacaq undefined. Gəlin yoxlamaq üçün responsu verək konsola. Hər blokun içində verək və hər addımdakı qiymətinə baxaq, görək nə baş verir. Birinci addımda oldu 2. 2-ni vurdum 2-yə, elədi 4, göndərdim növbəti bloka. 4, 4 gəldi bura. O da 4-ü vurdu 2-yə, göndərdim növbəti bloka. Final heç nəyi argument kimi qəbul eləmir və heç nə return edə bilmir. Ona görə bu blok demək olar ki, qüvvəsini itirir tamamilə. Yəni, bu blokun içərisində heç nə baş vermir. Bu blokun içində də konsola verirəm, respons göndərmək olmur deyə. Respons olur undefined. Tamam, undefined. Və buradan göndərdiyim qiymət avtomatik keçir növbəti then blokunun içərisinə. Növbəti then blokunun içərisində də qiymət olur 8. Bu da başqa intervyu suallarından biridir. İçərisinə ya final yazırlar, ya return edirlər, çaşdırmaq üçün. Amma yadınızda saxlayın ki, final həmişə işə düşən blokdur. Amma heç nə return eləmir və heç nəyi də parametr kimi qəbul eləmir. Mövzuları bilsəz əgər, promisin necə işlədiyin, hansı statik metodları var və promis öz ümumiyyətlə nədir və s. Bu kimi sualların cavabını bilsəz, əslində intervyularda sizdən soruşulan şey 90% bu olur.
promise ilə bağlı ya da ən çətin halda içinə bir dənə set timeout falan yazır. Bu tip bir sual soruşur. Daha sonra belə bir interview sualımız var. Bu interview sualında yenə deyir ki, promise reject eləyir. Amma burada fərqli olan nədir? Birinci then sonra catch yazmaq əvəzinə birinci catch sonra then yazır. Sual odur ki, cavab nə çıxacaq burada? Gəlin bunu da run eləyək, sonra izah eləyək ki, cavab niyə belə çıxır. Birinci çıxdı rejected, ikinci çıxdı undefined. Konsoloqa atmışam catch-in içərisinə. Burada başqa heç nə return eləməmişəm ki, yox. Return eləməmişəm deyə növbəti bloka keçə bilmir. Niyə? Çünki mən buradan return eləməliyəm ki, o aşağı düşsün, aşağı blokun içərisindən isə baş versin. Belə bir interview sual var. Sadə bir promise-dir, içərisinə reject edirik və aşağıda 3 dənə catch yazılıb. Deyir ki, ilk öncə bunun cavabı nə çıxacaq, sonra soruşur bunun cavabı nə çıxacaq, sonra soruşur ki, izah elə görün bunların arasındakı fərq nədir? Və ümumiyyətlə 2 dənə catch-i dalbadal yazmaq olar, yoxsa yox. Gəlin əvvəlcə bunun kommentini alın. Rejected, yəni bu söz birinci case-də çıxdı və növbəti case-də işə düşmədi ümumiyyətlə. Amma bu example-da bunu işə salsaq, onda artıq hər üç işə düşür. Niyə? Çünki promise-i istənilən vaxt catch eləsən, bu cavab sənə qayıdacaq. Yəni, bunun arxasına catch qoyub yazmırsan ki, oradan da qayıdan cavabı götürməyə çalışasan. Hər bir halda biz promise-in içərisindən götürürük, hər üç halda. Yəni, promise-in də içərisində həmişə reject edirik deyə, həmişə bu qiymət bizə gələcək. Init function daxilində bir dənə if şərti var. Ifin içərisində 4 dənə dəyişən elan olunub. Birinci dəyişənin qarşısına heç nə yazılmadığı üçün o qalxır failin ilk sətrinə, bu olur global scope. Garden olan function daxilində olur function scope, bu qalxır function ilk sətrinə və n3-n4 də sayılır block scope. Onlar da yalnız bu blokun içərisində istifadə oluna bilir. Hansı skopdadır bunu qarşısına yazmışam. İndi görməli olduğumuz iş outputların nə olduğunu tapmaqdır. Deməli, ilk öncə n3-n4 ən sadəsidir. Niyə? Çünki block scopedur. Bu scope daxilində istifadə oluna bilir. Və bu scope daxilində n3-n4-ün qiyməti normal olaraq nədirsə olduğu kimi çıxacaq. Çünki eyni scope-un içərisindəyik. Gəlin n2-yə baxaq indi. n2 qalxır funksiyanın ilk sətrinə. Funksiyanın ilk sətrinə qalxdığına görə onu mən burada istifadə edə bilirəm. Funksiyonun içində hər yerdə istifadə edə bilirəm. Funksiyonun yuxarısında initialization isə buradadır deyə burada hələ qiyməti olmamış olur. Buradakı qiyməti olur undefined. Amma aşağıda artıq burada undefined idi. Burada qiyməti oldu. Artıq burada normal qiyməti çıxacaq. 2. Hər bir halda qiyməti çıxacaq. Sadəcə olaraq burada undefined çıxır. Aşağıda isə cavabı 2 çıxır. Function scope olduğuna görə. M1 də global scope olduğuna görə burada da qiyməti 1 olaraq qalır. Bunu bir dənə də run edək. Görək, səhv eləməmişik. Birinci undefined 3, 4, 2, 1. Eynən. Undefined 3, 4, 2, 1. Demək, n2 qalxdı funksiyonun ilk sətrinə. Sadəcə buradakı qiymət undefined oldu. Burada 2 oldu. n1 qalxdı failin ilk sətrinə və ona görə funksiyondan çölə istifadə edə bildim. Obyekt var, içərisində language dəyişəni var və o dəyişəni metodun içərisində çapa verir. Və soruşur ki, bu formada mən bunu çağırsam nə baş verəcək? İlk öncə gəlin biz bunu bu formada yox da, fərqli formada yazaq. Məsələn, obyekt.getLang'ı sadə formada ekrana verir. Bu vaxt nə olacaq? Normal olaraq işə düşəcək də. Niyə? Çünki getLang özü bir metoddur. Metod daxilində this obyekti verir. Obyektin içərisində lang deyə bir şey var və normal olaraq cavab çıxacaq ekrana. İndi bunlar deyir ki, mən bunu bu formada yazmaq istəmirəm. Mən bu formada yazıram. Yəni, bu metodu assign edirəm başqa bir dəyişənə, həmin o dəyişəni funksiya kimi çağırıram. O zaman nə baş verir? İlk sual budur. Cavab çıxır undefined. Sonra soruşur ki, bunu necə aradan qaldıra bilərsən? Cavab undefined çıxır, çünki sən bu metodu başqa bir dəyişənə assign edəndə metodun execution konteksti də assign olunmur. Yəni, bu dəqiqə bu metodun içərisində this bizə nəyi verir? Bu obyekti verir də, düzdürmü? Sən bu this'i də bununla bərabər kopyala bilmirsən digər tərəfə. İndi sual çıxır ki, bunu necə aradan qaldıra bilərsən? Bunu aradan qaldırmaq üçün bind funksiyası istifadə edəcəyik. Bind funksiyası nə edir? Obyekti metodun this'ini əlavə edir. Bunu this olaraq bu metoda ver. Göndər o metodun içərisinə. Bind'dir, call'dur, apply'dir, hamısı eyni şey görür. Sadəcə mənə burada bind istifadə edirəm. Niyə? Çünki bind obyekti metodun this'inə yazır və həmin metodu yeni bir metod olaraq geriyə qaytarır. Amma apply ilə call nə edir? Eyni işi görür, sadəcə geriyə işinə qaytarmır. Həmin an onu işə salır. Mənə lazım olan nədir? Geriyə qaytarsın. Çünki mən onu başqa nəyəsə assign etməliyəm.
Ona görə burada emailini bind işlətdim. Apply ilə call işlətmədim. Bu da bunun həlli. Yəni ilk öncə soruşur cavab nə çıxır, sonra soruşur problem necə həll edərsən. Example var. Persondur, gender 30-dur. İçərisində 2 dənə metod var. Biri arrow function-la yazılıb, digəri regular function-la yazılıb. Və biz dedik ki, normalda metod daxilində this-in qiyməti nədir? This-in qiyməti normal olaraq həmin bu obyekti verir. Yəni bu this bu obyekti verir. Bu obyektin içində gender var deyə genderin qiyməti normal olaraq çıxır ekrana. Yəni sual özü budur ki, burada cavab nə olacaq? Birincinin cavabı nə olacaq, ikincinin cavabı nə olacaq? Birincinin cavabı normal olaraq 30 çıxacaq. Niyə? Çünki this bu obyekti verir. Bu obyektin içində gender var və o da 30 olaraq çıxır ekrana. Digər bir sual, burada nə baş verir? Bu artıq arrow function-dur. Arrow function özünün execution konteksti yoxdur. Arrow function özünün this, bind, call, apply kimi metodları, propertyləri yoxdur. Arrow function içərisindəki this qlobal obyekti refer edir. Bu regular function olsaydı bu obyekti verəcəkdi. Regular function deyil, arrow function olduğuna görə bunun da parentini verir. Bunun da parenti qlobal obyekt. Yəni bu olacaq undefined. Bizim başqa bir məşhur intervyu sualımız var. İntervyuda soruşurlar ki, necə bir obyekt yarada bilərsən ki, onun içərisində proto ümumiyyətlə olmasın. Məsələn, sən bu formada bir obyekt belə yaratsan, heç bunları yazmasan, yenə də bunun içərisində by default proto var və protosu nədir? Qlobal obyekt. Məsələn, gələk bir dəqiqə baxaq. Konsola verək A-nı və fikir verin, A-nın içərisində ID var normal olaraq. Parçanın da içərisində proto var. Bu protodur. Sən yazmasan belə hər obyektin içərisində proto var. İntervyuda soruşurlar ki, necə edə bilərsən ki, sən yaratdığın obyektlərin içərisində proto olmasın. Və bu zaman nə edəsən sən? A obyektini belə yaradıram və bunun da içərisinə null göndərirəm. Bu o deməkdir ki, mənə bir obyekt yarat, amma onun heç bir parenti olmasın. Nə qlobal obyekt, nə başqa bir şey. Ümumiyyətlə, proto deyə property olmasın onun içərisində. Və bu dəqiqə mən A-nı konsola versəm, indi baxıram nəticəsinə, fikir verin, no properties. Hətta protosu belə yoxdur. Bu məşhur intervyu suallarından biridir. Məsələn, mən gəlib nöqtə qoyub protosun konsola vermək istəsəm, böyük ehtimal undefined çıxacaq, çünki yoxdur içərisində elə bir şey. Dialektlə bağlı da bir xüsusi bir nüans var, gəlin ona diqqətinizə çatdırım. Eyni nümunəni istifadə edirəm ki, sizə daha rahat olsun başa düşmək. B-nin içərisinin aydını silirik burada və gözləntimiz odur ki, B-nin içərisinin aydını sildiyimizə görə aydı olmayacaq içərisində undefined qayıdacaq. A-nın içərisində hələ də silməmişik, öz yerindədir. Ona görə A-nın qiyməti normal qayıdacaq. Gözləntimiz budur. Amma ki, belə işləmir. Gəlirik, refresh edirik. Baxırıq ki, hər ikisi 10 qayıdır. Yəni, mən B-nin içərisinin aydını silməyimə rəğmən, yenə də B-nin içərisinin aydının qiyməti bizə qayıdır. Necə baş verir? Çünki B-nin içərisindən aydı zaten yox idi. Aydı haradaydı? B-nin parentının içərisində. Yəni, protosunun içərisində. Gedib belə götürürdü də aydın, düzdürmü? Sən B-nin içərisindən aydını silsən belə, o onsuz da B-nin içində yoxdursa, gedib parentında axtarır. Gedib A-nın içində axtarıb tapacaq, onun qiymətini sənə dala qaytaracaq. Amma A-nın içərisində zaten var idi deyə A-nın qiyməti qayıdır. Və biz bunu tərsin eləsək, gəlib A-nın içərisindən silsək, onda nə olur? B həmişə gedib haradan gətirirdi? A-nın içərisindən. A-nın içərisindən silinib deyə B gətirə bilməyəcək bunu. Bu olacaq undefined. A-nın da içərisində zaten açıq-aşkar silirsən, ona görə A-nın da içərisində qalmayacaq. Hər ikisi olacaq undefined. Gördüyünüz kimi 2 undefined, 2 dənə də 10. Yəni, başa düşdüyümüz odur ki, parentdən siləndə hər ikisindən silinir. Amma child'dan siləndə zaten özündə olmayanda gedib parentində axtarır. Ona görə gedib A-dan tapıb gətirir, hər ikisinin cavabı 10 çıxır. First, last. Niyə düşünürsünüz birinci first and last çıxacaq? Event loop'un işləmə məntiqinə görə birinci Okay. set timeoutlar 0 belə olsa, birinci çıxmırlar. Bunlar gedirlər callback Mhm. queue'da gözləyirlər və birinci ona görə first and last olur. Ondan sonra elə ardıcıllıqla A, B, Süper. C, D. Okay. Tamamilə düz deyirsiniz, amma bir dənə xırda nüans var. Bu sualı verməkdə bir məqsəd var. Evet. Saniyələrə fikir verin, orada bir balaca fərqlilik görəsiniz. 0. Normalde Yox. expected result'dan biraz fərqli çıxacaq. 0 istəyir- yəqin yenə də bu sırası ilə çıxar. Nə yazmısınız orada? A, B, C, C, D. D. A, B. A'dan sonra niyə B çıxsın?
B 5 saniyə yazmısınız. 5 saniyə olsa belə bu birinci bunu yoxsa həll olunmaz sırasıydı. Evet, bir dənə yadıma salın. Tələsməyin. Ya da bir Aha. balaca tricky nüans o belə. Set timeoutda sadəcə yadımdan çıxıb ki, call stack-də həll olunur, yoxsa gözləyir düşsün, sonra həll olunmağa başlayır. Saniyə gedir. Yəqin ki, həll olanda da birinci C çıxar onda. Sonra A çıxsın, sonra B çıxsın, sonra D. Okey. İstəyir sıran eləyin nəticəyə baxaq, sonra onun üzərinə izah eləməyə çalışın. First class A, C, B, D. A, maraqlı. A, Okey. C. Fərqliyi gördünüz. Birinci nə çıxır? A çıxır, A, sonra C sonra çıxır. C. Okey. Buna indi izah vermək lazım. Niyə belə olur? Bunu bilsəydin düzdür. Düz Yəni deyərdim. nəticəni bildiniz, indi belə düşünməyə daha çox vaxtınız var. Yəqin ki, sıraya görə, hə, bu ona görə birinci olur ki, bu düşür call-stack-də, başlayır həll olunmağa. Sıra buna çatana qədər bu 1 saniyə keçmiş olur Süper. Tamamilə və doğru. çıxmış olur ona görə. Tamamilə doğru. Biraz tricky-dir, Normalda biraz məsələn birinci 4 saniyə versəz, Hə, onda birinci necə fikirləşəcək, elə işləyəcək. Sıfırdan başlayacaq, saniyəsi çox olana doğru gedəcək. Amma hə, 1 ilə 0 saniyə o qədər balaca saniyədir ki, o hə. zaten callback queue-yə düşəsi, orada gözləyəsi, təzədən bir də Eyni. qayıdıb ora gələndə artıq o 1 saniyə bitmiş olur. Bitmiş Məsələn, olacaq. o 1 saniyəni 3 saniyə eləyin indi. Məsələn, result görəsi ki, artıq dəyişdi result. Hə, Run eləyin. yəqin birinci onda bu olar. Bəli, çünki 0-dan 3 saniyə artıq böyük saniyədir. 1 Amma saniyə. 1-2 saniyə o qədər də böyük saniyə deyil. Hə, C oldu birinci. Okey, super. Maraqlı Təbriklər. sual idi çox. Onu da Çox gözəl sağ olun. izah elədiniz. Bu vurur. Bunun cavabı nə İzah çıxacaq sizcə? birinci 8 ilə 8-i cəmləyir 16. String olduğu üçün string məntiqində cəmləmə əməliyyatı görəndə stringin sonuna yazılır və artıq bir dənə də Okey. 8 yazdığı üçün 16888. Hı. Burada isə birinci yenə cəmləyir 16, yenə cəmləyir 8. Amma burada maksimum JavaScript əməliyyatı görməyə meyillidir. Ona görə məsələn burada 8 ilə 8-in cavabı çıxılır 0. Ona görə mən düşünürəm belə ola bilər. Super. Şimdi düşünün siz nə baş verəcək orada. A ilə B-nin qiymətinin nə olduğunu tapsaz, type of tapmaq rahat zaten. Aha. Bu function scope-dur, düzdürmü? Varsa function scope. Var function scope-dan çıxa bilmir. Hı. Ona görə A yoxdur. Okey. Bunun tipi burada error vermiş ola bilər. Burada düşünürəm ki, error olmuş ola bilər ki, JavaScript-də error yoxdur. JavaScript-də hər şey işləyir. hər şey Hər range dəyəri gəlsən yenə işləyir. JavaScript-də error alma ehtimalınız azdır. Amma nəticə nə çıxacaq? Məsələ odur. undefined olacaq. Okey. Diğerini de tapın. Biraz da type of'un fikirləşərsiniz. B number olar yəqin deyə düşünürəm. Nə Okey. Niyə maraqlı. belə bir şey düşündünüz? B çünki heç nəylə let-dən, varla, constantla təyin olunmuyor. Elə olanda qlobala assign edir. Qlobala da assign etdiyi üçün Okey. düşünürəm ki, number olar. Mən null bilirəm. Null heç vaxt null çıxmır tipi, obyekt çıxır. Ona görə dedim bəlkə undefined da mən nəsə Əsas burada kritik nonce number idi. Onu tapdıq. 3 dənə funksiyonumuz var. Düşün ki, 3 dənə API çağırmış. Birinci API 2 saniyə vaxt alır. İkinci API 1 saniyə vaxt alır. Üçüncü API də ikincinin cavabı əsasında üçüncü API də gedir 1 saniyə hansı datanı gətirir. 4 saniyə proses bitəcək. İndi bizim taskımız bu vaxtı azaltmaq. Necə yaza bilərsən ki, bu vaxt 4 saniyə olmasın, daha az olsun. İndi bunun içərisindən gələn nəticəni, L2-nin nəticəsini götürüb L3 çağırmalısan. Sintaksi yadından çıxıb, bu da okeydir, narahat olmana görə. Əsas məntiqin başa düşmək. İlk 2 dənəsini yazırıq promise olunla, üçüncünü də promise olun nəticəsinə əsasən üçüncünü çağırırıq.
Cavab nə çıxacaq? Bəli, burada bildiyimiz kimi arraylərdə lens dəyişiklik yaradır və lensinə 0 verməyimiz bir növ closes'ın sıfırına, yəni closes'a vəbşi elementlərini sıfırlayır və closes boş massiv olur. Onun da sıfırıncısı undefined. Okay, run edə bilən baxaq. Yes. Okay, super. Burada, okey. Burada bir dənə semikolon var. Eynən. Və Nəticə nə çıxacaq indi? okey, nəticə çıxacaq. Düzəltmə mən istəmirəm. Sadəcə nəticənin nə çıxacağını desən kifayət. Var i bərabərdir 0 artıq i-ni yaradır və bu da ayrıca bir kod blokudur deyə push eləyir i-ni numbers-in içərisinə və numbers-da massivdir içərisində 0 var. Okey, i bərabərdir 0, tamam. X kiçikdir, okey. i++ artırdı. Hər hansı bir kod hissəsi yazmamışıq. Okey. Artırdı. Daha sonra 2, sonra 3. Tamam. Yes, cavab 4. Çünki artırır, bir də 4 eləyir və bu şərt yanlış olduğu üçün artıq buradan çıxır və bu kod blokuna daxil olur və bir növ push olaraq 4-ü push eləmiş olur və numbers da massiv olur, içərisində 4. Qət. Süpersən. Mən əslində uşaqlarda, mən əslində hərdən tələbələrdə bunu da trollayıram, bu səfər özüm trollandım. Oradan sonra enter bas, düş aşağısın. Semikolondan sonra. Daha aydın olsun baxanlara. Bir sətirdə düş aşağı. Eynən, burada semikolon var. Bu nə deməkdir? For birinci icra olunacaq, bitəcək. For icra olunub bitsə belə, varı aşağıda istifadə edə bilirik. Niyə? Çünki hosting məsələsi var. Var fordan yuxarı host olur. I qalxır qlobala və i-nin də fordan sonrakı qiyməti, ən axırıncı qiyməti 4. I-nin qiyməti artır olur 4, amma o şərtə girə bilmir. Və yekunda fordan sonra əlimizdə qalan bir dənə 4 var. Və o blokun da orada olub-olmamağa bir rol oynamır artıq. Boş blok açıb bağlamışıq, onun heç bir mənası yoxdur. Bu dəqiqə oldu-olmadı eyni işi görür. Məqsədimiz nədir? Entry-ni 2 olaraq çıxartmaq, qarşısına da gözəllərin sayını yazmaq. Detallı şəkildə düşün. Burada birinci yanaşmam nə ola bilər? Misal üçün, gəlin bunu da Nigeria eləyək. Elə fərq yox, necə istəməyək. Elementlərin içərisindən bir dənə country lazımdır. Gəl buradan bir destruct eləyib country-ni götürək. Country-ni götürdük, sonra nə olacaq? New array-in özündə tutaq ki, deyirəm, belə bir obyekt var. Gəlin biz belə deyək, QRT var və bunun sayı 2. Array də sil. Obyekti və obyektin içərisinə arxasına əlavə etsin. Yana bir dənə də vergü ilə başqa bir şey yaz, daha aydın olsun. Nigeria 1 vergü. Bizə lazımdır bir dənə buradan, bir dənə belə bir şey deyəcəyik ki, misal üçün və deyəcəyik keys.includes, misal üçün bizim buradan əgər elementimizin buradan country üçün götürəcəyik. Country'si varsa OBJ-nin country'sini artır. Əks halda OBJ-nin country'sinə 1 mənimsət. Bu tələsmədən silək. Nigeria bir dənə deyil. Nigeria'nı 100% bilirəm. Ən azından sən neçə və Nigeria yazmışsan. Artırsın, yoxsa 1 əlavə edin. Problemi bilsən nədir? Mənim səhvim nədir? Mənim səhvim odur ki, mən hər dəfəsində object.key ona getmək istəyirəm bəyətən sözümü. OBJ deyim mən. Gözləyirdim özünü tapasan. Əla. Bu bizim əvvəlki yanaşmamız. Sonraki yanaşmamızda nə dedik? Dedik ki, sonsuz obyektimiz var da, gəl biz yoxlayaq. Bu obyektimizin bu adda country'si var, bu adda key, bir növ property var, yoxsa Mörtəzəni düzəlt. Bəli, artıq burada bəli, düzdür, obyekti çağırmaq olar. Qəşəng temadır bu. Mənim ixtiramdır. Əlbəttə, normalda heç birinin yoxdur, çünki undefineddir. Olmayanda da avtomatik undefined olduğu üçün düşür aşağı. 1 mənimsədir. Düzü olmuş olur və 1 olur. Ondan sonra obj country ikinci dəfə, misal üçün Nigeria olanda, obj country 1 mənimsədir, baxı bundan əvvəlki iterasiyalarda. Bu true'si olduğu üçün düşür bu hissəyə və onu artırmış olur.